Nömrə 1 Korobka Servis Mərkəzinin, Ovçular ət və ət məhsullarının və Günəş Reabilitasiya Tədris Mərkəzinin təqdimatında verilişimiz başladı. Qanatlarım sazama, mənə qurtarım yaman. Qanatlarım uçar. Salam, xoş gördük izləyicilərimiz. Hər birinizi salamlayırıq. Bugün toyumuz proqramı efirdədir. Məsələ, yayın ab-ı havası necə olmalıdır? Sizin də ailəvi istirahət məkanından bax, belə samvar sayını qalayım, qonaqlarımı qarşılayım. Gözəl bir proqramla siz tamaşaçıların qarşısına gəlin. Əlbəttə ki, baxıram, bir-birindən gözəl qonaqlarımız gəlibdir. Xoş gəlmişsiniz, ay Azad müəllim. Necəsiniz? Salam, Neymət qardaş. Xoş gəlmişsiniz. Qarağı xanım, xoş gəlmişsiniz. Lətifə xanım, xoş gəlmişsiniz. Günay xanım, xoş gəlmişsiniz. Necəsiniz? Çox gözəl, yenə də təbiət qoynunda adaş səni gördüm. Çox xoş oldu. Çox xoş oldu. Həm də belə dostlarla, belə ifaçılarla bir yerdə çağırmısan. Salamlayırıq səni. Allah belə gözəl musiqiçilərimiz də gəlib. Elnur qardaşımız. Ay qardaş, mən haqq qaçıram ki, sizlərdən canımı qutaram. Sizlərdən canımı qutaram. Necəsiniz, ay Elnur? Xoş gəlmişsiniz. Mənim çox takipdir. Bəli. Necəsiniz? Elnurdan can qurtarmaq olar, gözəl olsun. Xoş gəlmişsiniz Sərbil. Təşəkkür edirəm. Bugün inanıram ki, gözəl bir əhval-ruhiyyədə verilişimiz, proqramımız olacaq. Təşəkkür edirəm Azad. Minnətdarım. Sən bu verilişin uzun ömürlü olsun, uğurlu olsun. Hər bir müğənniyə, hər bir sənətçiyə, sənətkara düşərli olsun. Sən bu layihə... toylarınız olsun. Amin. Bu layihələrin, yəni, sevimlisisən də, bu layihələr sənin idi. Sağ olasın. Tərifləyin, məni tərifləyin. Həmişə birinci bu layihələri sən yaratmışsan, Azad. Sən, Allah sən, özdə sən mənim Adaş. ona görə fəxr edirəm səninlə. Azad müəllim, əziz izləyicilərimiz, Neftçaladan balıqla gəlib. Bizim Neymət qardaşımız Moskvadan, toydan gəlib. Maşallah, cibi dolu gəlib. Qarağı, siz oradan gəlmişsiniz? Hansı tərəfdən gəlmişsiniz? Valla mən elə Bakıdan gəlmişəm, buradan yaxından gəlmişəm. Hər birinizi salamlayıram. Sizin apardığınız veriliş çox gözəldir, çox baxımlıdır. Dediniz məni tərifləyin, amma sizin özünüz tərifiniz bəllidir. Tərif lazım deyil. Siz elə dəyərli bir insansınız ki, tərifiniz görünür qardaşım. Bir-birindən gözəl səslər, avazlar bugün burada var, əziz izləyicilərimiz. Lətifə xanım, xoş gördük sizi də. Lətifə xanım Çeşməli. Bu mahnı ilə, bax, fonda gedən bu mahnı ilə neçəyə valdınız? Vallahi Əsas məsələyə gələk də. hələ çalmamışam. Hələ ki yığır, hə? Hələ ki yığırım, sonra alacağım. İnşallah. Mahnı maşallah. Möhrün durmuşsunuz. Mən sizə təşəkkür edirəm bizi verilişimizə dəvət elədiyiniz üçün. Siz çox gözəl aparıcı və çox gözəl istedadlı bir qardaşsınız. Allah sizi var eləsin, can sağ Allah sizi var eləsin. Və bugün bizim Şuşamızın, gözəl qızı Günay xanım Şuşalı da verilişimizə iştirak edir. Bəli, xoş gününüz olsun. Siz kimi pozitiv aparıcının yanında necə olmaq olar? Təbiət qoynunda, superi, hər şey möhtəşəm. İnşallah ki, uğurlu olar. Bu gözəl şeirimizlə yazan, bu gözəl şeir yazan bir gözəl xanımımız var. Huma İmran qızı. Bax, bu şeir haqqında inşallah irəliyən dəqiqələrdə söhbət edərik. Elnur Qubaqlımız, Qubaqlıdan gəlmirsən, hə qardaş? Necəsən? Allah razı olsun. Deməli, mənə çox xoş oldu Azad qardaşım. Yəni mən həqiqətən bu gözəl dəyərli sənətkarlarla bir arada, yəni çəkilişdə oldum və onu da deyim ki, Qubadlı işğaldan azad olunanda Namiq Məma ilə bizim evdə çəkilişdə oldunuz. Həmən vaxtda, həmən saat. Bəli. Mən sizi həqiqətən də çox istəyirəm. Eləcə də hamı sizi çox istəyir. Çox xoş oldu ki, bu dəyərli sənətkarlarla da bir arada. İnanın əziz izləyicilərimiz, bax bu gözəl sənətkarları bir araya yığımsan, mənimki mənə dəydi. Birindən xahiş edirəm, sən Allah dur gəl verilişə. O birisindən deyirəm, dur gəl verilişə. Hamısı qaçırlar, biraz tənbəllik var, başları toylara qarışıb və bizim Rasim qardaşımız da burada iştirak edir. Təranə xanımdan gəlib. İstərdim siz də öyrək sözünüz deyək. Qardaş, xeyirli uğurlu olsun verişiniz. Xoş gəlmişsiniz. Nə deyim, mən də çox şadam sizi görməyimizə, dəyərli sənətkarlarımızı görməyə. Allah xeyirli uğurlu eləsin, mübarək olsun. Nə deyim mənim əzizim. Əziz nəzirlərimiz, mən bu sənətkarlar haqqında
belə fikir söyləməyə haqqım çatmır. Bunların gözəl səsi var, sənəti var. Mənim işim odur ki, bax belə gözəl səsləri, belə gözəl sənəti olan sənətkarların ifasını siz tamaşaçılarımıza çəkib işıqlandıraq. Hə, Azad müəllim, hə, Nemət qardaş. Nemət qardaşımız da bizim Sabir Mirzəyevin yadigarıdır. Onun da inşallah avazında Allah rəhmət eləsin, məkanı cənnət eləsin. Nemət qardaşımızın avazında ancaq canlı ifalar eşidəcək. Hə? Nemət qardaş. Buyurun. Kanatına merde Axşamınız xeyir olsun əziz izləyicilərimiz. Toyumuz proqramı efirdədir. Bax belə gözəl sənətkarları görürük. Bunların ifasında axşamlar mahnısı ilə qonaqlarımızı qarşıladıq. Və görürəm ki, başda bizim gözəl sənətkarımız Habil müəllim əyləşib. Habil müəllim, xoş gördük sizi. Təşəkkürlər. Çox sağ olun dəvətinizə görə. Salamlayıram bütün dostları, sənət yoldaşları, gözəl ansamblı və verilişiniz uğurlu olsun, xeyirli olsun, şəhərli olsun inşallah. Sizin veriliş bizim əsl Azərbaycan mədəniyyətinə xidmət edən bir verilişdir. Çox sağ olun, təşəkkür edirəm. Bir-birindən fərqli musiqilərlə, nəğmələrlə sizlərə qarşınızdayıq. Və bizim digər qardaşımız da buradadır. Qardaşımızın adı nə idi? Vüqar Əhmədov. Vüqar Əhmədov gözəl sənətkar. Milyon ildir məni çəkilir, hələ bilmir adımı. Milyon ildir. Elə mənə o da lazım. Buyurun Vüqar qardaşım. Özlə öpüşük, görüşür, əzizlər. Çox sağ olun. Həmişə gözəl günlərdə belə gözəl verilişlərdə olar. Allah sizi var eləsin. Və Elnur Qubadlı, Elnur qardaş. Salamlayıram bütün tamaşaçıları və inanıram ki, bu axşam olan bu gözəl, möhtəşəm çəkilişimiz xalqımızın hamısının ürəyincə olacaq. Ürəyincə olacaq. Və Rasim qardaş. Salamlayıram əziz qardaşım. Çox gözəl verilişdir. Allah xeyirli uğurlu eləsin. Sənətçi dostlarımızı salamlayıram. Elnur qardaşım demiş, çox gözəl bir veriliş olacaq. Çox sağ olun. Çox sağ olun, var olun. Lətifə xanım, sizin ifanızda o mahnını istərdim eşidək. Mənim gözüm üstə. Mahnı haqqında istərdim qısa olaraq məlumat verəsiniz. Mahnı bizim gözəl şairəmiz Hümay İmran qızının da sözləri. Musiqisi Ayaz Allahverdi evində, oxuyan da, trend eləyən də Lətifə Çeşməli. Bəli, eşq olsun. Lətifə xanım, necə oldu bu mahnı yarandı? Hümay xanım mənlə əlaqə yaratdı, şeiri verdi, yəni o musiqidən çox əvvəl verib şeiri. Ayaz da o musiqi mənə atmışdı ki, bir şeir var idi, onun Yey viçif keyf elə dünya mal dünyada qalar onu. Mən dedim Ayaz, tövbə mən onu oxuyanmaram, Yey viçif keyf elə dünya mal dünyada qalar. Daha sonra bu qartalı vermişdi Hümay xanım mənə, mən onu oxudum, çox gözəl də alındı, çox yüksək səviyyədə alındı. Sonra gördüm Ayaz qardaşım da yazdırıcı düyə, sonra gördüm bizim gözəl xanımlarımız da oxuyur. İndi toylarda da ki, özünüz bilirsiniz da, bütün Rusiyada, Azərbaycanda, bütün toylarda qartaldır. Qartal. Bəs bu qartalı pulla aldınız da? Yox, təmənnasız. Bəs bu qartal uğur qazanandan sonra, bax sizin avazınızda, ifanızda, necə o, bəs qısqanmadılar? Qısqanmadılar? Qısqananlar çox oldu, belə yəni ətübə pulu mən qazanmadım. Bəs kim qazandı? Qazananlar qazandı, açıqlamaq da istəmirəm burada. Niyə? Bax, niyə də? Nə bilim, nəsə, mən trend elədim ancaq qazananlar. Kimlər qazandı?
Adını demirəm. Hamınız qazandınız. YouTube'a yükləndi, YouTube'a yüklənəndə özünüz bilirsiniz da YouTube'da çox baxış var. Baxış var. Bax oradan götürdülər pulu soruşduq, dedilər 60 dollar gəlib pul. Yəni orada da siz Allahdan. Orada da mən yalan danışdılar. Yalan danışdılar. Yəni ət tövbə yeyənlər idi. Bax bu mahnıdan nə qədər pul qazandınız? Vallahi heç nə qazanmamışam tövbə. Bugün nə qədər toylara, məclislərə? Toylara təzə gedirəm də mən bu mahnı ilə 34 min. Hə, düz deyir 30-40 min. İnşallah əziz izləyicilərimiz bu efirdən sonra toylarınız bol olar və istərdim ki, elə bax bu havada tamaşaçılarımız o mahnını istəyir. O mahnı ilə verilişimizə başlayaq. Getdiniz Moskvaya, gəldiniz, o gözəl toyda Manaf Ağayevlə, bizim dəyərli sənətkarımızla bərabər iştirak elədiniz də. Oralara neçə gedirsiniz toya? Ay, onu demək olmaz. Niyə də, qardaş? Belə eləməyi baş ver. Ailəlisiniz, subaysınız, bu haqda məlumat. Əgər ailəlisinizsə necə çatdırmaq olur? Ailəliyəm, Allah hər kəsi xoşbəxt eləsin, Allah hər kəsin balalarını qorusun. Düzdür, çətindir çatdırmaq, amma çatdırıram da. Hə, amma zövq alala çatdırıram. Övlad var? Bəli, 2 oğlum. Mama yeməyi hazırlayırsınız? Hə, sözsüz ki, hə, özüm, hər şeyi özüm hazırlayıram. Ananın borcudur, ananın borcudur. Həm ev işi, həm mən də ailəliyəm. Mənim də 2 dənə evladım var. Bir oğlum, bir qızım var. Oğlum Texnik Universiteti qutarıb, əsgər gedib gəlib. Qızımın 17 yaşı var. Yoldaşım Akif bəy Naxçıvanlı balasıdır. Yəni el eləmək lazımdır ki, həm ev narazı qalmasın, həm də iş. Yoldaş qısqanıb işinizə? Yox, mənim bu sənətə yoldaşım gətirib onun qadağasını alıb. Mənim yoldaşım çox gözəl adamdır. Olur da qısqanclıq. Azad müəllim, sizdə olur qısqanclıq? Əvvəllər olurdu, indi yaşlı oğlanam mən dayı. Mənim nəyə qısqanc? Söz-söhbət yaranırdı, hə? Hə, əlbət ki, olmalı. Necə olurdu? Bax, necə bir reaksiya verir, necə bildirirdi ki, qısqanır? Bax, mən tam səmimi deyirəm. Məni oxumaqla tanınmışam. Sonra da elə məni ailə quranda da məni oxumağıma görə seviblər də, elə deyilmi? Ondan sonra başlayırlar ki, oxuma, işi dəyiş. Sənəti dəyişdiniz, o da illərdir vəzifədə oldunuz və sənətdən uzaqlarda oldunuz. Bunlar haqqında inşallah irəliyən dəqiqələrdə. Biz sizi burada gözlətməyək. İstərdim ki, gözəl ifa ilə verilişimizə start verək.
Günay xanım, siz say süzün. Mən də Lətifə xanımla baxıram dağlar qızıdır. Bir gözəl şeir, hava-havası istərdim. Sənə dağlar. Ha, deyin görək Lətifə xanım. Dağlardan deyim, yoxsa sevgidən deyim? Sevgidən deyin. Sevgidən deyim, öz şeirimlə. Bu vaxtı dağlardan demək olmaz. Axşam vaxtı sevgidən demək lazımdır. Qıfıl rəyimdə açarı sənsən. Bil mənim ən güclü məhəbbətimsən. Büdrəyib yıxılsam qolumdan tutan sən mənim şərəfim, ləyaqətimsən. Göylərdə bərk vuran ulduzum, ayım. Tanrıdan qismətim, ömürlük payım. Işıqlı sabahım, gürlayan çayım. Sən mənim qürurum, dəyanətimsən. Sirli xəzinədir çeşməli qızı. Xoş gəlsin baharı, xoş gəlsin yazı. Hər şeyin doğrusu, hər şeyin düzü. Qəlbimdə ən gizli əmanətimsən. Sən mənim sehirli məhəbbətimsən. Sən mənim gəl belə bəzənib çıxma yollara. Səni bəd nəzərlər görərlər axı. Gəl belə bəzənib çıxma yollara. Səni bəd nəzərlər görərlər axı. Bu xoş zəmanədə vətən bağında bir tazə çəksən dərənlər axı. Cəmalın sinənər aya günəşə sinəndə əsirdir nərgiz bənöfşə. Təkli özünə eyləmə peşə güncələr telini hörərlər axı. Təkli özünə eyləmə peşə güncələr telini hörərlər axı. Güncələr telini hörərlər axı. Səsimizə sağlıq, ürəyimizə sağlıq. Ürəklərin adı dərdi, kədəri. Bək sənin səsində cəmalı nədir? Elə bil qanırsan yar deyəndə sən ay bala. Elə bil yanırsan yar deyəndə sən sevgidən qismətin qəbulu nədir? Deyəsən işlərin çətinə düşüb. Bir təhər dəyirsən gözümə dünya. Sirrini demənə sirdaşın olum. Gəl səni öyrədim dözümə dünya. Pisliyin pislikdən yorulacaqdır. Axar suların da durulacaqdır. O mizan tərəzi qurulacaqdır. Biraz səbrin olsun bezimə dünya. Gəl səni öyrədim gözümə dünya. Şairin alimin dilsiz körpənin. Şairin alimin dilsiz körpənin. Birinci kəlməsi anadır ana. Böyük şəhərlərin ay tanrım, ay tanrım. Böyük şəhərlərin, kiçik kətlərin ən iti nəfəs yanadır ana. Qız gəlin həyanı yanadan alır. Ay aman, ay aman, aman, ay aman. Qız gəlin həyanı yanadan alır. Pozulmaz boyanı yanadan alır. Güneşdə ziyanı yanadan alır. Pənahlı sevdi yanadır ana. Pənah ana deyib ötənə qurban.
Vətənlə yanadıra dostlar, vətənə qurban. Səndən ana ol, yar sənə qurban. Pənahın sevdiyi, aşıq Pənahın sevdiyi anadır ana. Ay Tanrım, Sözünüze razınız olsun. Teşekkür ederim. Bu dünyada ne yaşadım, ne gördüm. Sızladıksan ömrü boyu a dünya. Toplayarak dertlerimi ten hördüm, ne verifsen alanmışsan a dünya. Dertlerimi birer birer saymışam. Bu dünyaya gelmeyimden doymuşam. Yar yolunda bu canımı koymuşam. Dertten başka ne görmüşam a dünya. Yağış olup bulutlardan töküldüm. Kələf kimi ilmə ilmə söküldüm. Dərd əlində sarsılıb mən büküldüm. Məni məndən qoparırsan ha dünya. Vaxt vədəsiz dərd də alıb üstümü. Hey yanıram, görəmirəm üstümü. Çeşməliyəm torpaq örtsün üstümü. Bəlkə sən də dincələsən ha dünya. Bəlkə sən də dincələsən ha dünya. Gedin deyin o yarıma, gedin deyin o yarıma. Ölürəm yanıma gəlsin, ölürəm yanıma gəlsin. Gəlsə bəlkə tapam şəfaq, gəlsə bəlkə tapam şəfaq. Batmasın
avtomobili olan hər kəs bu servisin yüksək xidməti sayəsində özünü güvəndə hiss edir və uzaq-uzaq səfərlərə ürəklə yola düşür. Çünki bilir ki, nömrə 1 Korobka servis onları yarı yolda qoymayacaq. Problem yaşanan andaca Simurq quşu tək köməyinə yetişəcək. Birinci Qarabağ müharibəsinin qazisi Naif müəllim yanımızdadır. Xətai Estetik Klinikasının direktoru Fərid Əliyev də bugün bizlə bərabər bu açılışda iştirak edir. İstərdim ki, sizlər də öz ürək sözünüzü deyəsiniz. Qazimizdən başlayaq, həkim, icazə verirsinizsə. Bugün bizim üçün ən önəmli, ən gözəl günlərdən biridir ki, bizim Allah xeyir versin, çoxlu Mehdi qardaşımız, Hüseyin qardaşımız, Həvf qardaşımız, Allah bu obyektdən, bu gözəl Korobka nömrə 1-dən bunlara xeyir versin. Gözəl qardaşlardır, əziz qardaşlardır. Allah sizi də var eləsin, uca eləsin. Allah qurban olduğum xeyrisindən xeyrisini eləsin. Korobka nömrə 1-in ikinci filialı fəaliyyətə başlayır. Təki hər birimizə belə vicdanlı insanlar, belə vicdanlı ustalar, belə vicdanlı bir komanda rast gəlsin. Biz də düzgün insanların əlinə düşək. Təbrik eləyirəm, axarıncı olsun deyirəm. Bundan da daha böyük nailiyyətlər inşallah arzu edirəm. Uşaqlarımızın qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər hər addımda bizi daha ürəkli edir. Gənc nəslin fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Bu istiqamətdə aktiv fəaliyyət göstərən Günəş Tədris və Reabilitasiya Mərkəzi uşaq və yeniyetmələrin inkişafı üçün olduqca əlverişli məkandır. Burada təcrübəli mütəxəssislərin sayəsində həm qrup, həm fərdi şəkildə abituriyent və buraxılış imtahanına hazırlıq, eləcə də 4-6 yaş qrup uşaqlar üçün erkən inkişaf və məktəbə qədər hazırlıq. Həmçinin rus, ingilis, alman, fransız, ərəb dillərinin mükəmməl təlimi. Okay. I'm a student. Yes. I go to school at 1 o'clock. Yes. Saat 1'de məktəbə gedirdi. Okay, sit down, please. Okay, continue. Сколько цветов? Ага. На нашем флаге? Флаги 3 цвета. Ага. Какие цвета? Синий, красный, зеленый. Синий цвет что означает? Və riyaziyyat fənninin tədrisi həyata keçirilir. Nəzərinizə çatdıraq ki, dərslər Azərbaycan və Rus bölmələri üzrə öyrədilir. Unutmayın ki, məktəbə qədər proqramın tədrisi övladlarınızın məntiqi təfəkkürünün, yaradıcılıq qabiliyyətinin, özlərini idarə etmə bacarığının artmasına müsbət təsir göstərir. Proqramın sonunda uşaqlar rəsmi sertifikatla təmin olunur. Həmçinin burada qrup və fərdi şəkildə müasir dövrün tələblərinə uyğun olaraq ofis proqramları tədris olunur. Bununla yanaşı, Günəş Tədris və Reabilitasiya Mərkəzində peşəkar təlimçilərin sayəsində müxtəlif dizayn proqramlarına mükəmməl şəkildə yiyələnə bilərsiniz. Dizayn və ofis proqramını bitirənlər sertifikat da qazanır. Mərkəzdə böyük və yeniyetmələrə psixoloji dəstək, loqoped dəstəyi ilə nitq qabiliyyətinin bərpası, kəkələmənin aradan qaldırılması, eyni zamanda 3-4 yaşdan etibarən uşaqların fiziki və zehni sağlamlığına dəstək məqsədi ilə onurğa problemlərinin aradan qaldırılması üçün gimnastika, milli, müasir, şərq, bəy gəlin rəqslərinin öyrədilməsi.
Yaradıcı təxəyyülün genişlənməsi üçün nəzərdə tutulan rəsm məşğələləri, eləcə də qabiliyyət imtahanlarına hazırlıq keçirilir. Uşaqların vaxtının səmərəli və faydalı şəkildə təşkil olunması, hələ erkən yaşlarında istedad və bacarıqlarının, yaradıcı potensiallarını aşkara çıxarıb inkişaf etdirmək mərkəzin əsas qayəsidir. Peşəkar şahmat dərsləri və şagirdlərin yarışlara göndərilməsi də mərkəz tərəfindən həyata keçirilir. Mərkəzdə 24 saat kamera izləməsi mövcuddur. Bir sözlə, Günəş Tədris və Reabilitasiya Mərkəzi hər bir valideynin rahatlıqla güvənə biləcəyi məkandır. Qeyd edək ki, bayram günlərində endirim kampanyaları da icra olunur. Günəş Tədris və Reabilitasiya Mərkəzi gələcəyimizi sağlam quraq şüarı ilə xidmətinizdədir. Günəş Tədris Mərkəzi nəzdində Mehdiyabad qəsəbəsi Günəş Uşaq Bağçası da fəaliyyət göstərir. Əlaqə nömrələri 050 566 62 91, 070 866 84 76, 055 224 04 57. Ünvan Mehdiyabad qəsəbəsi. İspetrola çatmamış yolun sağında. Instagram Mehdiyabad Günəş Tədris Mərkəzi. Ovçular ət və ət məhsulları deyəndə, bax belə qarşımızda görürük. Çünki doğrudan da uşaqlar çox sevir, nənələr çox sevir, biz çox sevirik. Doğrudan da qaçılmazdır. 92-ci ildən fəaliyyət göstərir. Burada doktoruski var, sarvilat var, sardelkası var, baxın. Və təndir, külləmə sosislər çox dadlı olurlar. Və burada qavyadina deyilən bir halda belə satılır. Yəni ki, əgər bir sosiskalar, bir kalbasalar əgər 92-ci ildən fəaliyyət göstərirsə, bugünə qədər öz sevgisini qoruyub saxlayırsa və ulduzların deyərdim ki, ən yaxın ünvanıdır, uşaqların daha çox yaxın ünvanıdır. Bizim evdə uşaqlar var, çox sevirlər bunları, xırda sosislər, cürə-becürə. Hətta iştahı olmayan belə adam bu ovçular halal ət və ət məhsullarını, sosis və kalbasaları görəndə inandırım sizi ki, iştaha gəlirlər. Mən sizə tövsiyə edirəm ki, hər biriniz müraciət edəsiniz, ovçular və gözəl ət və ət məhsullarına nəzər salasınız. Evində tez-tez istifadə edirik bundan. Yumurtanın üstünə belə vurursan, kənd yumurtasını, belə kərə yağı ilə, pomidor da vurursan, çox dadlı olur, çox ləzzətli olur. Və onu da deyim ki, xeyriyyəçidirlər. Hər zaman ehtiyacı olan insanlara, xüsusən də şəhid ailələrinə hər zaman diqqət edirlər. Buradan salamlarımı göndərirəm, hər zaman sizinləyik. Ovçular ət və ət məhsulları, xüsusən də pizzaların üstündə çox dadlı olurlar. Yəni, uşaqlar üçün gözəl səhər məktəbə gedəndə sinək deyirlər, uşaqlar üçün gözəl buterbrotlar edirik. Çox sevirəm. Mənim anam, misal üçün, ovçularda bunu çox sevir. Sardelka deyirlərdi, mənim anam. Həmişə bundan alıram. Mən doktoruskunu çox sevirəm və bu sardelkaları mən çox sevirəm. Xüsusən də qayçırsa ilə bunu qaynadırsan, soyutma kartofla çox dadlı olurlar bunlar. İnandırım sizə ki, iyi buradan qoxusu adamı dəli edir də. Ona görə bilirəm ki, siz də iştahlanırsınız və sizə tövsiyə edirik ki, tələsin, dadın. Bəli, əziz izləyicilərimiz, görürsünüz bir-birindən gözəl səslər, bir-birindən gözəl mahnılar, hamısını bizim burada əyləşən sənətkarlarımız, sənətçilərimiz ifa edirlər. Təranə xanım, çox sağ olun, var olun, avazınız daha da xoş oldu.
ürəyə yatımlıqdır. Musiqiçilərimiz sağ olsun, gözəl müşahidə etdilər. Çox sağ olun, Habil müəllim, var olun. Ay Təranə xanım, deyirəm ki, sizin ürəyinizdə bir arzunuz, istəyiniz olub indiyə qədər həyata keçir. Ay Lətifə xanım. Ay dədənənə vay. Bunlar mənim itər edir. Bu Təranə xanımın qrupundan yapışıb sabahdan bu Lətifə xanım. Təranə xanım mənə deyir ki, hər iki cümlədən bir Lətifə xanım demə. Təranə xanım dekin, biraz qalmaqal yaradaq da irəli gedək. Eləmi? Yox, Təranə xanım elə xanım deyil, qalmaqal yaradan da deyil. Sakit bir xanımdır. Qadınlar, bayaqdan dedim, anekdot deyil, adım yadına qalsın. Lətifə çeşməli. Lətifə seçməli. Ay Lətifə xanım, indiyə qədər ürəyinizdə elə bir arzu olub ki, o arzu hələ həyata keçməyib. Ürəyimdə arzu evladlarımın toyunu görməkdir. Arzum, ən böyük arzum evladlarımın toyunu görmək və nəvə yəsi olmaqdır. Nəvəm olmasını arzulayıram. Ayrı da arzum odur ki, yeni mahnılarım, gözəl mahnılarım gəlsin. Xalqım məni onsuz da çox sevir. Həqiqətən xalqım məni çox sevir. Allah elimiz obamızı var eləsin, can sağlıq versin. Arzularım budur. Siz iki Azadın arasında əyləşmisiniz. Azad Zamanov, Azad Əlzadə. Bir arzu tutun, arzularınız inşallah həyata keçəcək. Arzum odur, tezliklə oğlumun toyunu görüm. Çox sağ olun. Ay Azad müəllim, indi nə ifa edəcəksiniz? İstəyirəm Ayadaş. Bu hamı istəyir o mahnını məndən. İntizar mahnısını oxuyum. Üstündən də məhəbbət mahnısını oxuyacağım. Amma gözəl musiqiçilər buradadır. Mən canlı oxumaq istəyirəm ki, daha gözəl olsun da. İcazə verirsinizsə, gözəl musiqiçilər, Eynur bir dənə oradan lə improvizasiya bayaq Şiraz elə. Ya Allah. Nə ağlaram, güləyərəm sənsiz, ya sənsiz, ya sənsiz. Nə bircə yol üzüm gülməz, nə də ki ağlaram ey sənsiz, nə də ki ağlaram sənsiz yar, yar, yar. Nə ağlaram, güləyərəm sənsiz, ya sənsiz, ya sənsiz. Vəfadarım mənim ilk baharım, mənim eşqimlə görmüşəm saadətimi. Məndən dönsəz əgər, ayın güneşim sönər, gönül verdiyim varım məhəbbətimi. Sensiz yollarda kalıp gözlerim intizar hayat yarken, ehdi unutma görüş yerinde ilk bahardayım ya, gel gel.
gözlerim intizardayam yar. Gel, gel. Əhdi unutma, görüş yeri gel. İlk baharda yar yar. Gel, gel. Səfalarım mənim, ilk baharım mənim. Eşqimdə görmüşəm saadətimi. Məndən dönsən dostum, ayın güneşim sənə gönül verdim, varım məhəbbətim. Yorgun denizler, nurlu gündüzler, ince duygumsan yar gel. Benim hayatım, benim ümidim, şirin yukumsan yar gel, gel. Yorgun denizler, nurlu gündüzler, ince duygumsan yar gel, gel. Ehdi unutma, görüş yeri ter, ilk baharda yar yar. Gel gel, sefalarım benim, ilk baharım benim. Eşkinde görmüşem saadetimi. Senden dönsen gel, ayın güneşim sana gönül verdim, var məhəbbətim. Səni mənə vüsal verdi, hicran oldu cavanlığım. Səni mənə vüsal verdi, hicran oldu cavanlığım. Saçlarını ağ görəndə ayaza fikrə daldı cavanlığım. Bir cüt qara göz itirdi, bir cüt qara göz itirdi, gəzə gəzə iz itirdim. Hə, genç tapmışdım, tez itirdim, tez qocaldı cavan. Qartal idim birdən-birə, qartal idim birdən-birə, zirvələrdən adost mendim. Bəlkə uzaq bir xatirə, bir xəyaldı cavan. Çəkdim eşqin min nazını, gördüm hicran avazını. Yar köklədi qəm sazını, alıb çaldı cavanlığım, cavanlığım cavanlığım. Bu yerdə deyir ki, illər ötür, yaş üstünə yaş gəlir. Zirvələrə ucalırıq sən demə. Ötən ömrün xatirəsi qocalmır, tək özümüz qocalırıq sən demə. Uşaq ikən qohum qardaş çox olur, böyüdüksə çoxu gözdən yox olur. Fələk, əcəl aramıza tez-tez soğulur. Yavaş-yavaş ayrılırıq sən demə, yavaş-yavaş ayrılırıq sən demə. Əzinəm bir də mən, çal oxuyma ey nur bir də mən. Ömür keçdi, gün keçdi, cavan olmaram ayadaş bir də mən. Bir də mən, cavan olmaram bir də. La la lay lay, la la lay lay, la la lay lay.
ağlar saldı məni kəmərinə sənin süzgün başların saldı məni kəmərinə ilk məhəbbət yada düşər həzinəsin ağlar oy keşik gəncliyimdən bir xatirə Ay, çox sağ olun Azad müəllim. Təşəkkür edirəm bax belə gözəl ifaya görə. Əziz musiqiçilərimiz, dəyərli sənətkarlarımız var olun. Habib müəllim, necədir? Bax köhnələrlə, o illərin oxuyanları ilə indiki oxuyanlar arasında nə fərq var? İndiki də gözəldir, söz yox. İndi də yeni çox gözəl müğənnilərimiz var. Amma bu köhnə ayrı bir şeydir də bu. Həqiqətən bilirsiniz, görürsünüz, musiqidə həmi savad var, həm ifaçılıq var, həmi ritm var. Çox qeyri. Bu musiqini də hər adam çalıb oxuya bilməz ha. Burada müəyyən girintilər, maşallah, Elnur sənətçilərimiz də güclüdür. Çox gözəl, xoş oldu, çox gözəl. Ay onu, bu nəyin sirridir? Bütün müğənnilər deyir, Elnur Qubaqlı. Bax, nədir, bax, o sizdə nə görüblər? Bu alətdən çox ifaçılarda, çox sənətçilərdə var. Bax, bunun sirri nədir? Valla bunun sirri mənim zənnimcə elə o gözəl sənətkarların ürəyindən gələn özlərinin sənətkarlığıdır ki, dəyər verirlər. Allah onları mənə çox görməsin, Allah onları qorusun. Mən də üzr istəyirəm, Yapon kitay aləti, yəni nə olsun ki alətdir, amma onu özümləşdirib, milliləşdirib bizim milli gözəl musiqilərimizi ifa edib düzgün camada çatdıra biliriksə, nə xoş halımıza. Ay Vüqar müəllim, bu müğənnilərlə musiqiçilərin arasında bəzən niyə söz söhbət olur? Yox, heç bir söz söhbət olmur. Bu kəsmələri var. O var da, o... Görmüsünüz, yəni olubdur da, yəni düşdüyünüz toylarda, məclislərdə bəzi müğənnilərimiz var ki, haqqa girirlər. Hamıya şamil eləmək olmaz. Eləyən var da çox. Onlara bax, nə deyirsiniz efir vasitəsilə? Özləri bilər. Özləri bilər. Özləri bilər. Ay Neymət qardaşımız da bizim mərhum sənətkarımız Sabir Mirzəyevin yadigarıdır. İllərdir toylarda, məclislərdə olursunuz. Deyəsən, Neymət qardaşımız, əziz izləyicilərimiz çox musiqiçilərin haqqını kəsib ona görə gülür, hə? Hər hansı bir musiqiçi bu çəkilişdən sonra çıxıb meydana o haqda mənim üçün bir kəlmə desə, həmən gün sənətdən uzaqlaşacağım. Çünki mən bu sənətdə heç vaxt özümü qorumamışam, heç vaxt özüm üçün yaşamamışam, heç vaxt bu sənəti düzdür, qanımla, canımla sevib bu sənətə gəlmişəm. Mən həmişə demişəm ki, bilirsiniz də adlar çoxdur, hamının o qədər adlar üst-üstə. Məsələn, Azad, bugün bizim aparıcı qüvvəmiz, Azad Zamanov, bizim ağsaqqal gözəl müğənnimiz, xanəndəmiz. Neymət adı o qədər var ki, amma mən bu sənətdə, bayaq Vüqar bir söhbət elədi, yəni mən o familiyanı qorumuşam. Mirzəyev deyən kimi, istər-istəmə Sabir Mirzəyev, hər bir gəncin, orta yaşlının, böyük nəsillərin, yaşlı nəsillərin gözünün qabağına Sabir Mirzəyev gəlir. Ona görə mən həmişə musiqiçilərlə çox yüksək səviyyədə davranmışam. Davranıram ki, o etik qaydaların gözləyirəm. O haqdır,
puldur. Onlar bizdən əslində çox əziyyət çəkir. Niyə ki, biz ola bilər ki, belə deyək də, bir mahnı oxuyuruq, 5 adam sənin qulluğundadır. Hamısı bir-birinə baxır ki, o mahnını bizə gözəl təhvil versin. Mən Azad müəllim bayaq mahnı oxuyurdu, mən Elnura baxıram burada, ilahi dincəlləm, nə gözəl, ritmə baxıram orada, qardaşlarımıza baxıram, Habilə baxıram. Bilirsən, özlərin o musiqinin içinə elə alırlar ki, yəni müğənni onu bəyənsin. Əslində onların haqqı kəsilməməlidir, onların haqqı artıq verilməlidir ki, yəni onlar bizim ordumuzdur. Belə deyək də, sərkərdə, yəni başçı, yəni öndə gedən. Mən ansamblın rəhbərliyəm. Qabaqda durmuşamsa, bir 500 min nəfərlik toyxanada, düzdür? Mənim ordum zəif olandan sonra mən orada özümü öldürüm ki, neymətdən yoxdur. Elə şey yoxdur. Mən arxayınam orduma. Yəni ordu bizim arxada ordumuz, bizim ansamblımızdır. Yaxşı musiqiçilərdir. Elnura sual verdin ki, bu nədir də? Hamı deyir Elnur, Elnur. Elnur odur ki, Elnur öz üzərində işləyən, musiqinin dərinliyin bilən, musiqini hiss eləyən, musiqidə ona Allah o usluğu, o hissiyatı verib ki, təbii ki, burada hamısı, bu musiqiçilərin hamısı biri-birindən gözəldir. Yəni ona görə Elnur da bayaq biz Günay xanımla danışırıq, deyirəm buna bax 4 nəfərdilər, bax 1, 2, 3, 4 nəfər. Elə bilirsən ki 15 nəfər orkestr variantında ansambl çalır. Yəni indi 7-8 nəfərdən o yəni orkestr halında alınır ansambl. Amma elə bilirdin ki 15 nəfər çalır. Çünki Elnur başda olmaqla bütün kollektivin əməyi var, Habil qardaşın başda olmaqla. Yəni demək istəyirəm ki, sənətkarlıq budur, ona görə seçilir. Yoxsa o qədər sincar çalan var, nə olsun? Öpürəm. Deyirlər ki, Neymət ancaq oxumağı bilir, danışmağı bilmir. Maşallah, bülbül kimi cəhcəh vurur. Hansı mövzuda deyirsən danışır. Ay Neymət, insan o sakitçi, yaman deyə yaman. Ya, oxumağım danışmağımdan yaxşıdır. Kimin tələbəsi olmuşsunuz? Hansı sənətkarın tələbəsi olmuşsunuz? Bu haqda istədim ki, özünüz danışasınız. Mən İncəsənət Universitetini bitirmişəm. İxtisasım aktrisadır. Kinodram aktyorluq fakültəsini bitirmişəm. Allah qəni-qəni rəhmət eləsin. Həsən Turabov götürüb məndən qabiliyyət imtahanını. Müəllimlərim Səidə xanım Quliyeva, dəyərli aktrisamı salamlayırıq. Xalq artisti Kəmal Xudaverdiyev, Allah qəni-qəni rəhmət eləsin. Sənət müəllimlərim onlar olub. Amma müğənni kimi fəaliyyət göstərəm. Yəni, universitetdə oxuduğum illərdən elə Ayşə ansamblı ora üzv olmuşdum. Oradan da başladım, yəni belə davam eləməyə. Amma bir aktrisa kimi də hal-hazırda bir seriala dəvət almışam, teleseriala. Bəli, reytingləri qıran bir serialdır. Orada da varam artıq, inşallah ki. Belə yeni mahnılarım da var, inşallah studiyadadır. Bəyək dostlarımız da dedi, Lətifə xanım da dedi, toylarımız maşallah var, hələ ki vaxt tapmırıq yazdıraq. İnşallah ki yazdıracam, amma indi yenə gözəl mahnılarım var, ifa eləyəcəm.
Nömrə 1 Korobka Servis Mərkəzinin, Ovçular ət və ət məhsullarının və Günəş Reabilitasiya Tədris Mərkəzinin təqdimatında verilişimizdə baxdınız.